Salam müəllimlər, hər vaxtınız xeyir. Miniatür haqqında danışacağıq. Deməli, bildiyimiz kimi, ümumiyyətlə miniatür haqqında məlumat təsvir incəsənət fənni daxilində verilir və bundan da əlavə bir sinif dərsliyində verilir. Bir neçə sinif dərsliyində miniatür haqqında məlumat var və mən onları bütöv bir PDF halına gətirmişəm. Deməli, miniatür italyan sözüdür. Qədim əl yazmaları çəkilən kiçik ölçülü rəngli təsvirlərdir. Latınca minium qırmızı rəng deməkdir. Deməli, orta əsr əl yazma kitablarının birinci sətrin və ya da baş hərfin fərqləndirərdilər və adətən bunu qırmızı rəngli sulu boyadan istifadə edirdilər bu zaman və miniatür qrafika və rəngkarlığın uğurlu sintezində yaranmış bədii üslubdur. Miniatürü həm də adlandırırlar saray sənəti, çünki əsasən miniatürü sifariş edənlər şahlar və padşahlar idi və qədimdə şərq saray əyanları dəbdəbəli və bəzəkli əşyalardan istifadə etməyi xoşlayırdılar və oxuduqları kitablar da cəlbedici idi, illüstrasiyalarla zəngin idi və bu təsvirlər birbaşa kitabın səhifəsinə çəkilirdi və deyir ki, bu cür incəliklə işləmək rəssamdan böyük səbir və ustalıq tələb edirdi. Öncə mətnlərin yalnız başlıq hərfi bəzədilirdisə, sonralar ornament və haşiyələr meydana gəldi. Bu haşiyələr mətnin çərçivəsini bəzəyirdi və bununla da 13-cü əsrdən başlayaraq miniatür üslublu rəsmlər, bütöv bir səhifəni əhatə edən illüstrasiyalar sərbəst sənət əsərinə çevrildi və deyir ki, bu sənətin dili, şərti və dekorativdir. Miniatürün əsas növləri var ki, bunlar portret miniatürüdür, cilali miniatürdür və kitab miniatürüdür. Portret miniatürü nədir? Quaş və akvarellə çəkilmiş, çox da böyük olmayan portret rəngkarlığıdır. Kitab miniatürü. Əlyazma kitablarına əllə çəkilmiş rəngli illüstrasiyalardır. Cilali miniatür. Üzəri parıltılı lakla örtülmüş kiçik təsvirlərdir. Belə təsvirlərlə qab-qacaq və ziyargərlik məlumatlarını bəzəyirdilər və cilali miniatürün vətəni Çin hesab olunur. Miladdan əvvəl 2-ci minillik Avropada 15-ci əsrdə miniatürün məşhurlaşması, Almaniya, Fransa, İngiltərədə isə 17-18-ci əsrdə miniatür sahəsində istehsala başlanması olmuşdu və miniatürə xas olan cəhətlər var. Bunlar nələrdir? Miniatür xas olan cəhətlər: naxışların kompozisiya zənginliyi, lirik mənzərələr, incə xətt, formaların ritmi, kolorit ahəngdarlığı, obrazların dekorativliyi və orta əsrlərin mədəniyyət mərkəzi Təbriz şəhəri idi və Təbriz şəhərində yaşayıb yaradan miniatürçü rəssam var idi ki, bu da Sultan Məhəmməd idi və Sultan Məhəmmədin əsərləri kompozisiya dinamikliyi, kolorit dekorativliyi, incə harmoniyası ilə fərqlənirdi. Həmən əsərləri fərqləndirən də cəhətlər bunlar idi. İnsan və heyvan fiqurlarının real ifadə üslubu, mənzərə təsvirlərinin inandırıcı, real görüntüləri. Və Sultan Məhəmmədin ilk əsərlərindən biri hesab olunur Əbuqasım Firdovsinin Şahnaməsində çəkdiyi Yatmış Rüstəm. Sultan Məhəmmədin ən böyük tərtibat işi 742 səhifədən ibarət olan Şahnamə əl yazmasına çəkdiyi 258 böyük miniatür və həmən 258 böyük miniatürün içində ən məşhuru Keymrazın Saray Əhli miniatürüdür. Bundan əlavə Sultan Məhəmməd Hafizin divan əl yazmasına miniatürlər çəkmişdi və Hafizin deməli əl yazması çəkdiyi miniatürlərdə sadə insanların və saray əyanlarının həyat tərzini təsvir etmişdi Sultan Məhəmməd. Bundan əlavə də Nizami Gəncəvin Xəmsəsinə, Nəvainin divan əl yazmasına miniatürlər çəkmişdi və bunlar Nyu-York şəhərinin Metropoliten Muzeyində və Fransa Milli Kitabxanasında saxlanır. Və Azərbaycan kitab miniatürünə gəldikdə isə Azərbaycanımızın kitab miniatürü şərq poeziyasının təsiri altında 13-17-ci əsrdə inkişaf etmişdi və zəngin və incə ritmik naxışlar, dekorativ süjetli kompozisiya həlli, nəfis rəng çalarları Azərbaycan miniatürünə xas olan xüsusiyyətlərdir və biz bildiyimiz kimi Azərbaycanda miniatürdə bilinçli şəkildə, yəni qəsdən perspektiv qanunlarına riayət olunmurdu. Azərbaycan miniatürünə perspektiv qanunlarını tətbiq edən yenilikçi rəssam Sadiq bəy Əfşardır və 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində Təbriz Miniatür Məktəbinin inkişafında Sadiq bəy Əfşarın yaradıcılığı mühüm rol oynamışdı və Sadiq bəy Əfşarın əsərləri
fərqlənirdi. Kompozisiyadakı təsviri, dekorativ bütövlüyə, mənzərə və hadisələrin cərəyan mekanı kimi göstərilməsinə, rəng çalarlarının zərifliyinə görə. Həm də Sadiq bəy Əfşar Azərbaycan miniatür sənət tarixində realist üslubu ilə seçilən portret ustasıdır və İstanbul, Sankt-Peterburq, Paris, Boston muzeylərində saxlanan əsərləri var ki, bunlar İmamqulu xan, Teymurxan Türkmən, Səyahət edən Dərviş, Əmir miniatürləridir və Azərbaycan miniatür nümunələri bu gün də dünyaca məşhurdur. Və burada biraz özet gedək üzərindən ki, hansı ki biz dedik ki, deməli, ilk öncə əlyazmanın başlıq hərf və başlıq sətr fərqləndirilərdi. Budur, antik dövrə aid. Sonra ornament və haşiyələr meydana gəldi. Mətnin çərçivəsini bəzəyir. Çərçivə də hər halda bilirsiniz, yəni budur. Bu qaydada olur. Yəni ornament və haşiyələrin meydana gəlməsi ilə mətnin çərçivəsinin bəzədilməsi və sonra 13-cü əsrdə miniatür artıq deməli sərbəst sənət əsərinə çevrildi və bütöv bir səhifəni əhatə edən illüstrasiyaya çevrildi. Artıq bu sərbəst sənətə çevrildiyi vaxtdan hazırlanan miniatürlərdir və miniatürün 3 növü var idi. Kitab miniatürü, portret miniatürü və cilali miniatür. Və burada Sadiq bəy Əfşarın miniatürlərindən görürük. Bundan əlavə testlər hazırlamışam, hörmətli müəllimlər. Əsasən, yəni hər bütün mövzudan deyil, sadəcə bəzi yerlərdən test hazırlamışam. Cəmi 4 dənədir. Deməli, Azərbaycan kitab miniatürü şərq poeziyasının təsiri altında deyib neçənci əsrdə inkişaf etdi. Azərbaycan kitab miniatürü deməli 13 bir dəqiqə burada variantları götürmək üçün işarəliyim. Deməli, Azərbaycan kitab miniatürü nə vaxt oldu? Oldu 13 17-ci əsrdə. Miniatürün neçə növü var? Miniatürün var 3 növü. Portret miniatürü, cilali miniatür və kitab miniatürü. Miniatür neçənci əsrdə sərbəst sənət əsərinə çevrildi? Miniatür 13-cü əsrdə sərbəst sənət əsərinə çevrildi. Sonra əsərlərində perspektiv qanunu tətbiq edən yenilikçi rəssam oldu Sadiq bəy Əfşar. Orta əsrlərin mədəniyyət mərkəzi olan Təbriz şəhərində yaşayıb yaradan miniatürçü rəssam kim idi? Bunlar Sultan Məhəmməd idi. Bu qədər hörmətli müəllimlər. Miniatürlə bağlı düşünürəm ki, miniatürlə bağlı bəzi, məsələn, miniatürün özünə xas olan cəhətlər, Azərbaycan miniatürünə xas olan cəhətlər, Sadiq bəy Əfşarın yaradıcılığına aid olanlar var ki, bunları və yaxud da əsrlərlə bağlı məlumatları qarışdırır müəllimlər ilk öyrənəndə. Bununla da bağlı bütöv PDF halına gətirdiyim miniatürlə bağlı məlumat düşünürəm ki, hər kəs üçün yararlı olar. Yararlı oldusa, abunə olmağı, bəyənməyi və həmin məlumatı paylaşmağınızı xahiş edirəm. Sağ olun, hörmətli müəllimlər.